Tarix və sənətkarlıq beşiyi kimi tanınan Şəki həm də Azərbaycanın ən qədim memarlıq nümunələrinin mərkəzidir. Ölkənin şimal-qərb hissəsində yerləşən şəhərin tarixi kökləri eradan əvvəl 6-cı əsrə, Qafqaz Albaniyası dövrünə qədər gedib çıxır. Şəhərin memarlıq üslubu öz milli və şərq ornamentlərinin çalarları ilə fərqlənir. Xüsusilə 1743-cü ildə Şəki xanlığının yaranması ilə şəhər regionun ən unikal yaşayış məskəni kimi formalaşmağa başlayıb. Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Şəki tarix boyu təbii hadisələr nəticəsində dəfələrlə dağılsa da yenidən dirçəlib. Şəkini unikal edən həm də şəhərin 4 fərqli şəhərsalma memarlıq təbəqəsi ilə formalaşmasındadır. Şəhərin özünə məxsus memarlığı xanlıqlar dövründən qalıb. Nuxa şəhəri Şəki xanlığının əsas siyasi mərkəzi olub. Burada sənətkarlıq və ipəkçilik inkişaf edib. Xan sarayı 18-ci əsrin 60-cı illərinin əvvəllərində inzibati bina kimi inşa edilib. Sarayı maraqlı edən əsas amil inşa işləri zamanı hər hansı mismar və ya yapışqandan istifadə olunmamasıdır. Sarayda xüsusi peşəkarlıqla qurulan şəbəkələr isə bu gün də öz aktuallığını qoruyur. Xan sarayı özünə məxsus memarlıq üslubuna görə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Bu saray ümumiyyətlə yaz-yay üçün nəzərdə tutulub və yəni bu günə də bütün bu rəsmlərin, ornamentlərin, sarayın tikintisinin ümumiyyətlə memarlıq incisi olaraq gəlib bu günə çatmağının əsas səbəblərindən də biri odur ki, burada təbii inşaat materiallarından istifadə olunub. 18-ci əsr memarlıq abidəsinin inşasında yanmış kərpicdən və çay daşlarından istifadə olunub. Məqsəd binanı daşqın və leysanlardan qorumaq olub. Memar Hacı Zeynalabdin Şirazi tərəfindən inşa olunan sarayda müasir tikililərdə belə nəzərdə tutulmayan təbii havalandırma və işıqlandırma sistemləri olub. Aşağı pəncərələr, şəbəkə olan pəncərələr yuxarı sürüşdürülməklə açılır və onların açılması nəticəsində təbii ki, otaqda sirkulyasiya, yəni dövr edir hava axını və beləliklə buxarılar vasitəsilə ventilyasiya prosesi, deyək, havalandırma prosesi icra olunur. Saray pəncərələrinin hər kvadrat metrinə 5000, bəzi mürəkkəb hissələrinə isə 14000-ə yaxın taxta və rəngli şüşə parçaları yerləşdirilib. Ustaların dəqiqliklə işlədiyi şəbəkə sənəti Azərbaycan memarlığının tarixini özündə daşıyır. Hər bir şəbəkə detalının 60% taxta, 40% isə şüşədir. Onu da deyim ki, bu şəbəkələrin hər biri müxtəlifdir, yəni bir-birini təkrarlamır. Sarayın divarları nəbatat naxışları, quş təsvirləri və döyüş səhnələri ilə zəngindir. Tavanda isə taxt tacı saxlayan igidlik və dövlətçilik rəmzi sayılan şir təsvirləri var. Buradakı balıqlarsa müdrik idarəçiliyi və dövlət gücünü özündə əks etdirir. Burada işlənən boyalar isə tempera boyalardır. Bu tam organik boyalardır. Yəni bu boyaları orta əsrlərdə bildiyimiz qədər Avropada da istifadə ediblər. Bu boyaların mahiyyəti nədən ibarətdir? Yəni
mineral tozcuqlardan alınan və ya bitkilərdən alınan pigmentləri, tozcuqları qarışdırıblar yumurtanın sarısı ilə. Yəni bu bir növ deyək mat effekt verir divar naxışlarında, amma qeyd edə bilərik ki, onlar çox dayanıqlıdır, uzun ömürlüdür. Şəki xanlarının döyüş səhnələrini isə zalın qərb və şərq divarlarında görmək mümkündür. Buradakı detal və atributlara əsasən demək olar ki, qərbdə qoşunun ilk hücumu, şərqdə isə artıq döyüş meydanından qayıdış əks olunub. Xan sarayının da daxil olduğu qala divarları elə inşa olunub ki, bura sakinlər üçün də əlçatan olub. Qala divarları daxilində 15 dəqiqəlik inklüzivlik prinsipi hələ qədim zamanlardan da aktual idi. Elə müasir şəhərsalma standartlarında da həmin deyək 15 dəqiqəlik standartı var və Şəki xan sarayını və onun ətrafında həmin dövrdə yerləşən həmin tikililəri də buna aid etmək olar. Sakinlər bir neçə dəqiqəyə anbarlara, emalatxanalara və evlərinə piyada gedə biliblər. Şəkidə Azərbaycan memarlığının tarixi izlərini özündə daşıyan daha bir unikal tikili Yuxarı Kərvansaraydır. 18-ci əsrə aid tikilinin inşa edilməsi o zamanlar Şəkinin iqtisadi mərkəz olması ilə bağlı olub. Müasir alış-veriş mərkəzlərinin təməlini özündə birləşdirən Kərvansaray eyni anda 300-dən çox tacirə xidmət edib. Təbii ki, burada İpək yolunun əsas yük daşıyanı olan dəvələrin də yerləşdirilməsi nəzərə alınıb. Yəni burada insanlar sadəcə öz mallarını deyil, öz mədəniyyətlərini, öz daxili dünyalarını, ölkələrindən olan bir hissəni bizlə bölüşürdülər. Böyük İpək yolu üzərində yerləşən bu kərvansaraylar ticarətin mərkəzi hesab olunurdu. Tacirlər öz malları ilə gələrək həm burada qalır, həm də ticarətlə məşğul olurdular. Tikinti üslubunda bu kərvansarayların bir neçə mərtəbədən ibarətdir. Ən alt mərtəbədə, yəni birinci mərtəbəsində tacirlər öz mallarını saxlayır, yuxarıda olan mərtəbələrdə isə qalırdılar, gecəliyirdilər. Və bunların inşası zamanı kərvansaraylar qala formasında inşa edilib ki, gecə zamanı quldurlardan qorumaq məqsədi ilə qapılar bağlandıqda tam qala formasına gəlirdi bu kərvansaraylar. İpək yolu üzərində yerləşən Şəki şəhərində ümumilikdə 7 kərvansaray olub, lakin böyük sellər nəticəsində həmin kərvansaraylardan 5-i tamamilə dağılıb və dövrümüzə gəlib çıxan 2 kərvansaray hazırda burada var və onlardan biri elə yuxarı baş kərvansaray və aşağı kərvansaraydır ki, onlar bugün şəhərin əsas simvollarından birinə çevrilib. Hal-hazırda bizim yerli ustalar və sənətkarlar öz əl işlərini kərvansarayın həyat hissəsində gördüyünüz o kiçik dükanlarda nümayiş etdirirlər və buradan kiçik də olsa bir gəlir əldə edirlər. Bu həm Şəkinin tanıdılmasında, həm də ki, keçmiş kərvansarayın əsl üslubu, yəni ticarət üçün olan o tərzini özündə qoruyub saxlaya bilib. Tarixi yazılara əsasən demək olar ki, Kərvansarayın daxili həyətinin quruluşu elə planlaşdırılıb ki, səs yaxşı yayılıb. Bu həm elanların verilməsi, həm də təhlükə zamanı xəbərdarlıq üçün vacib olub. Bu da onu deməyə əsas verir ki, tikililərdə akustik üslub ilk dəfə Azərbaycanda formalaşıb. Kərvansaray otaqlarının isidilməsində 4 fəsil buxarı sistemlərindən istifadə olunub. Yəni yayda sərin, qışda isti. Kərvansaray otaqlarında haradakı tacirlər qalıblar, həmin hissələrdə xüsusi buxarlarla təchiz olunub. Burada 4 ayaqlı manqal üzərində közü qoyub otaqları isidə biliblər. Yəni bu kərvansarayda xasdır və özünün həm də tualet sistemi var. Həm birinci mərtəbədə, həm də ikinci mərtəbədə. O vaxt üçün əslində bu lüks sayılır ki, ikinci mərtəbədə bir tualet olsun. Yəni. Kanalizasiya sistemi yəni çoxdan var. Bəli, kanalizasiya sistemi o vaxtda var idi. Su drenaj sistemi çox gözəl təchiz olunub buranın. Kərvansarayın dam örtüyü
kiremitlərdən hazırlanmışdır və bu kiremitlər Şəkinin memarlısına xas olan bir kiremit növüdür. Bu kiremitlər yayda binanı sərin, qışda isə isti saxlayır. Hündür bir yerdən baxsanız siz Şəkinin mənzərəsinə görəcəksiniz ki, binaların 95%-də bu formada kiremitlərdən istifadə olunur. Digər dəmir örtüklü binalar isə sonradan tikilmiş, yenidən inşa olunmuş binalar. Bura Azərbaycanın memarlıq səlnaməsidir. Açıq hava altında muzey kimi tanınan Şəki, keçmişlə bugün arasında həm də körpüdür. Tarixi binaların divarındakı hər ornament, hər naxış Azərbaycanın dünya memarlıq xəritəsində möhürlü imzasıdır.